Hər kəsə salam, əziz şagirdlər və müəllimlər. Bugün 24 may 2026-cı ildə keçirilən ikinci qrupların riyaziyyat suallarının izahına sizlərlə birlikdə baxacağıq. Elə isə başlayaq birinci sualı. Deməli, birinci sualda nə deyir? A parametrinin hansı qiymətində tənliyin köklər qarşılıqlı tərs edədilər? Qarşılıqlı tərs nə deməkdir? Yəni, köklərin hasili 1 olsun. Köklərin hasili də Viet teoreminə görə 3A plus 4 bölək A bərabər 1 olmalıdır. 3A plus 4 bərabər A, A da bərabərdir mənfi 2. Cavabımız D variantı. Keçək ikinci suala. LG kvadrat x plus LGX böyüdür 2-dən. Burada mən LGX-ə bir T desəm, olacaq T kvadrat plus T minus 2 böyüdü 0. Bunun da kökləri olacaq, deməli, mənfi 2, 1. Yəni, T plus 2, T minus 1 böyüdü 0-dan. Mənfi 2, 1. Müsbət, mənfi, müsbət. Yəni, T mənfi 2-dən kiçik, müsbət 1-dən böyük olmalıdır. Bu nə deməkdir? Yəni, bərabərlik yoxdur deyə 1-dən 2-ni, mənfi 2-ni almayacaq. T'yə nə demişdik biz? LG x kiçikdir mənfi 2, x kiçikdir. Deməli, nədən? 10 üstü mənfi 2-dən, x kiçikdir 0,1-dən. Burada da LGX böyüdür 1-dən, x-in özü də 10-dan böyüdür. Deməli, bizim də şərtimiz var idi ki, LGX-in özünün 6, x nədən böyük olmalıdır? 0-dan böyük olmalıdır. Deməli, həmçinin də böyüdür 0 olmalıdır. Bizim aralıqlarımız hara düşəcək? 0-dan 0,100-1-ə kimi, bir də birləşəcək 10-dan müsbət sonsuza kimi. Yəni, D variantı. Keçək növbəti suala. Deməli, bərabərsizlik verib. Bərabərsizlikdə görürük ki, üslü funksiya var, həmişə müsbətdir. Bunun diskriminantına baxaq. A-sı müsbət, diskriminant mənfi olduğuna görə bu da müsbətdir. Sonra modulda müsbətdir, kvadratda müsbətdir. Bunun, yəni, mənfi həlli yoxdur. Mənfi ola bilməz bu. Yalnız nə ola bilər? Sıfıra bərabər ola bilər. Sıfıra bərabər hansı halda olar? Məxrəc x fərqlidir 1 olmalıdır. Yəni, 1-i götürə bilmərik. Ona görə də biz yalnız x çıx 2-ni sıfıra çevirən x2 qiymətini götürürük ki, cavabımız da təkcə 2-dir. Y variantı. Keçək 4-cü suala. ABC üçbucağında AB BD-yə bərabərdir. Aha. Yəni, bura bərabərdir. Sonra AC BC-yə bərabərdir. AD 3-dür. Bura 9-dur. Onda BC 12-dir. Və bu bucaq bu bucağa bərabərdir. Onda nə oldu? Oxşarlıq. Hansı üçbucaqlar oxşardır? Üçbucaq A, B, D ilə üçbucaq A, C, B oxşardır. Baxaq oxşarlıq əlamətinə. Deməli, 12-nin bu bucağın qarşısında böyük bucaqda 12 durub. Bunu da x deyək. 12-nin x-ə nisbəti bərabərdir. Deməli, digər x-in 3-ə nisbətinə. X kvadrat 36-dır, x də bərabərdir 6-ya. Deməli, perimetrdə hesablamaq üçün 12 plus 12 plus 6 eləyir 30. Cavab Y variantı. Keçək 5-ci suala. M və N natural ədədlərdir. Və 3 üstü 16 plus 5M vuraq 7 üstü 4 plus 3N hasilinin sonuncu rəqəm 1 olarsa, M plus N cəminin ən kiçik qiymətini tapın. Bu necə eləyək? Deməli, əvvəlcə 3 üstü 16 vur, 3 üstü 5M kimi yazıram. Üstə gələk. Yox, üstə gələk yox imiş. Vuraq, 7 üstü 4 vuraq, 7 üstü 3N. 3 üstü 16, 7 üstü 4. Sonuncu rəqəmləri nə edir? Onları tapaq. Biz bilirik ki, ümumiyyətlə, qüvvət hər 4 dəfədən bir təkrarlananda axırıncı rəqəm 1 olur. Yəni, bu nə deməkdir? Sübut eləyək. 3 üstü 1, sonuncu rəqəmi 3-dür. 3 üstü 2-nin sonuncu rəqəmi 9, 3 üstü 3-ün 27, yəni 7. 3 üstü 4 təzədən 1 olur. Yenə 3 üstü 5 yazsam 3 olacaq. Niyə görə? Təzədən 1-i 3-ə vuranda 3 eləyir. Deməli, 4 dənə dövrdən bir təkrarlanır. Bu 1 olur. Bunun da axırıncı rəqəm 1 olacaq. 7 üstü 1, 7, 7 üstü 2, 49, 7 üstü 3, 7, 9, 63, 3, 7 üstü 4, 1. Yenə də bu da 4 dövrdən bir təkrarlanacaq. Ona görə də bu ikisini saymıram.
Və mənə nə maraqlıdır? O maraqlıdır ki, bunları siləyilib. Deməli, bu hasilin sonuncu rəqəminin 1 olması üçün 7 üstü neçə idi bu? 3-in. Sonuncu rəqəmin 1 olması üçün bunu əmələ gətirən vuruqların bir-birinə vuranda sonuncu rəqəm 1 əməlidir. Məsələn, necə ola bilər? 3 7 olar. 7 3 olar. 7 3-ü nəzərə almıram, çünki 3-ün üstü heç bir qüvvətin. Yox, ola bilər, ola bilər. Hə. Deyəcəkdim, ola bilməz, amma olar. Həmçində 7 üstü qüvvətlərin də sonu 3 ola bilər. Niyə görə? Çünki 63 var orada. Nəyə baxaq deməli? İndi m-lə n-ə qiymət qoyaq. Tutaq ki, mən m-ə 1 qoymaq istəyirəm. M-ə 1 qoysam 3 üstü 5m 5 vuraq 7 üstü 3n olacaq. 3 üstü 5 nə eləyəcək? Sonuncu rəqəm 3 ilə bitəcək. Çünki 3 üstü 4 1 ilə bitdi. 3 üstü 5 təzədən 3 olacaq. İndi 7 üstü 3n-ə elə qiymət qoymalıyam ki, yəni n-ə elə qiymət qoymalıyam ki, bunun son rəqəmi 7 ilə bitməlidir. Yəni n-ə nə qoya bilərəm mən? Deməli, n-ə 1 qoysam nə olar? N-ə 1 qoysam 7 üstü 3 eləcək 7 vur 7 vur 7. 49 9 9 81 ilə bitdi. Bu olmadı. N-ə 2 qoyaq. N-ə 2 qoysam 6 olar. Yenə də 9 ilə bitər. N-ə 3 qoyuram. N-ə 3 qoysam 9. Yəni 7 üstü 9. 7 üstü 9-un son rəqəmi neçədir? 7 üstü 4-ün son rəqəmi 1-dir. Vuraq 7 üstü 4 bir də. Vuraq 7-nin nəyi? Kvadratı. 7 üstü 1 daha doğrusu. Deməli, 1, 7. Bu 7 elədi də. Deməli, elə n-ə 3 qoysam, m-ə 1 qoysam, mənim cavabım ödəyər. M-lə n-in cəmini soruşur, o da olacaq 4. Cavab B variantı. Keçək növbətiyə. K-nın hansı ən böyük tam qiymətində parabolasının təpə nöqtəsi 4-cü rübdə yerləşir? 4-cü rüb haradır? Baxaq. Təpə nöqtəsi. 4-cü rüb buradır. Yəni 1, 2, 3, 4. 4-cü rübün təpə nöqtəsinin x-i müsbətdir. Yəni m-i müsbətdir, n-i mənfidir. M-i tapaq buradan. M bərabərdir. Mənfi b, yəni mənfi 2 k çıx 5 bölək 2. Bir də n tapaq. 4ac 4k kvadratı minus 4ac minus b kvadratı. Yəni 4 vur k çıx 5-in kvadratı bölək 4a. Yəni 4. Bu sıfırdan böyük olmalıdır. Mənfi 2 vur k çıx 5 böyüdür 0. Yəni 2 vuraq 5 minus k böyüdür 0. 5 minus k böyüdür 0. K kiçikdir 5-dən. K 5-dən kiçik. Gələk digərini həll edək. Deməli, 4k kvadratı çıxaq. 4k kvadratı üstə gələk. 10, 40k çıxaq 25 bölək 4 kiçikdir 0. 4k kvadratlar getsin. 40k kiçikdir 25. K kiçikdir 40-da 25-dən. 40-da 25-də təqribi nə qədər eləyir? Bu dəqiq 40-da 25 oldu da, hə. 4 vuraq, 2, 5-im 10, 40 eləyir, hə. Biz hər tərəfi 4-ə bölə bilərdik əslində. Bunu get 4-ə bölək, hamısını itməsin. Bunu silək. 4-ə bölək, rahat getsin. Deməli, k kvadrat çıx k kvadrat plus 10k minus 25 bölək 1 kiçikdir 0. 10k kiçikdir 25-dən, k kiçikdir 2/5-dən. K 2/5-dən kiçik, həmçində 5-dən kiçik olduğu üçün bunun kəsişməsi 2/5-dən kiçik olmalıdır. 2/5-dən kiçik ən böyük tam qiymətdə cavab 2. C variantı. Yəni k bərabərdir 2-yə. Keçək növbətiyə. İfadəsini sadələşdirin. Əvvəlcə sürəti vurub açaq. 3 plus i çıxaq 6i çıxaq 2i kvadratı bölək 2 minus i. Deməli, burada nəyə baxırıq?
3 plus 2 minus 5i 2 minus i. Yəni 5 minus 5i bölək 2 minus i. Sürət və məxrəcin qoşmasına vuraq. Yəni 5 minus 5i-ni də 2 plus i-yə vuraq. Aşağında 2 minus i-ni də 2 plus i-yə vuraq. Bərabərdir. 10 üstə gələk 5i çıxaq 10i çıxaq 5i kvadratı. Bölək 4 minus i kvadratı. Bərabər. 15 çıxaq 5i bölək 5. Yəni 3 minus i. Cavab D variantı. Keçək 8-ci suala. B üstü 5-də 3'ü verib, B üstü 5-də 6-ını soruşur. Bunu kvadrata yüksəltsək, eləyəcək A üstü 2-də 1. Yəni cavabımız Y variantı. Və yaxud da kökəltdə A da verə bilərdi. 9-cu sual. ABC üçbucağında AB 5, BC 12, bucaq B 90 olarsa, təsvir eləyək. A, B, C. Bizdən B açıq BC vektorunun modulunu soruşur. Yəni hər tərəfi gəlin kvadrata yüksəltək. Eləcək BA kvadratı çıx 2BA BC plus BC-nin kvadratı. Bərabərdir nəyə? BA-nı bizə AB-ni 5 verib, kvadratı 25 çıxaq. Bu hasil 0 olacaq. Niyə görə? Çünki bunlar bir-birinə perpendikulyardır. Yəni kosinus 90-da 0 aldığı üçün skaler hasil 0 olacaq. 25 üstə gələk 144. Bərabərdir 169. Bunu biz kvadrata yüksəltmişdik deyə bir də kök almalıyıq. 169 bərabərdir 13. Cavabımız da 13 olacaq. A variantı. 10-cu sual. Fx bərabərdir 12x üstü 5 funksiyasının ibtidai funksiyalarının ümumi şəklini tapın. İbtidai funksiyasının ümumi şəklini tapmaq üçün, yəni belə yazsaq, fx dx bərabərdir integral 12x üstü 5 dx. Nə deməkdir? 12 qalır. X üstü 5-in integralını tapmaq üçün qüvvəti bir vahid artırıram, olur 6. Həmən qüvvətə bölürəm. Deməli, plus C. C də həmişə sabitimiz kimi qalır. Yəni, C-nin törəmə 0 verdiyi üçün C-ni yeni ədəd də qoya bilərik biz. Sabit onsuz ədəd deməkdir. 12 ilə 6, 2. 2x üstü 6 plus C. Cavab D variantı. Keçək 11-ci suala. A və B parametrlərin hansı qiymətinə təlinlər sisteminin həlli 2 mənfi 3 cütü olar? Yəni, x2, y-də mənfi 3. X-ə 2 qoyaq, eləyəcək 4 çıxaq. 4 plus 9 bərabərdir A. Digərində. Yəni, A-mız nəymiş buradan? A 13-dür. B-yə baxaq. 3 kim 6 çıxaq 12 bərabərdir B. Yəni, B-mizdə mənfi 6. Cavab Y variantı. 12-ci sual. Fx bərabərdir 2x üstü 3 üstü. 2x plus 3 üstü mənfi 5. Belə yaza bilərəm də 1 böləyi. Bunun törəməsi nə verir? Bərabərdir. Mənfi 5. 2x plus 3-ün üstü mənfi 6. Bir vahid azalır qüvvət. Və mötərizənin içinin törəməsinə vurur. Yəni 2-yə vurur. Eləyir mənfi 10. 2x plus 3 üstü mənfi 6. X-nə yerinə deyir mənfi 1 qoyaq. Mənfi 1 qoysam mənfi 2 plus 3 eləyəcək. Müsbət 1-in üstü 6 1 eləyir. Cavab da olacaq mənfi 10. C variantı. Keçək 13-cü suala. Deməli, 100-ə bölünməsindən alınan qalığı tapın. Əvvəlcə faktoriyalara baxaq görək. Bu 7 faktorial eləyir. Bu nə eləyir? 10 faktorial bölə 7 faktorial. Deməli, bunların da hasil şəklindədir də. Hasilin 100-ə bölünməsindən qalıq qalmayacaq. Niyə görə? 7 faktorialın içində nə var? 1 vur 2 vur 3 vur 4 vur 5 vur 6 vur 7. Yəni 2-5 vuruğu var. Ona görə 10-a bölündüyü üçün 100-ə bölünəndə qalıq qalmayacaq. Keçək 225-ə baxaq. 225-i 100-ə böləndə 2 dəfə düşəcək. Qalıqda 25 olacaq. Yəni cavab 25. D variantı. Keçək neçənci suala? 14-cü suala. Doğuran 5 kökatda 2. Ox kəsiyin sahəsi 25-dir. Çəkək konusu.
Deməli, doğuran 5 kök altda 2-dir. Hündürlüyü çəkirəm. Burada həmişə düz bucaqdır bu. Bura R-dir. Başqa hərf R-nə yazaq. R, H. O kəsiyin sahəsi nədir? İçəridə yaranan üçbucağın sahəsidir. Yəni, H vur 2R böl 2. RH bərabərdir 25-ə. RH 25-dir. Digər tərəfdən də H-ın kvadratı plus R-in kvadratı bərabərdir 50-yə. Niyə? Çünki 5 kök altda 2-nin kvadratı eləyir 50. Buradan görünür ki, R-də, H-da ikisi də 5-dir. İkisi də 5 olduğuna görə S tamı soruşur. S tam bərabərdir. S yan plus S oturacaq. S yanımız nədir? Pi RL. Yəni, pi vuraq, 5 vuraq, 5 kök altda 2. Üstə gələk, S oturacaq da pi R kvadratıdır. Pi vuraq 25. Buradan mən 25 pini mötərizə xaricinə çıxarsam, içəridə qalar kök 2 plus 1. Belə variantda var C variantı. Keçən növbətiyə. Yarışda 150 oğlan 50 qız iştirak edir. Ümumi neçə nəfərimiz var? 200. Oğlanların faizini soruşur. 150 vur 100. Cavab 75%. A variantı. Keçək növbəti suala. Funksiyasının qiymətlər çoxluğunu tap. Deməli, üstü funksiyadır. Üstü funksiya olduğu üçün bu heç vaxt sıfır almaz. Onsuz sıfır qapalı verməyib. Deməli, nəyə baxaq? Modul var burada. Modulun ən kiçik qiyməti sıfırdır. Düzdür. Bu sıfır olsa 3 üstü 2 qalar. Cavab 9. Yəni, modul sıfır olanda ifadəmizin qiyməti 9 olur. Bu da ifadəmizin ən böyük qiymətidir. Niyə görə? Çünki modulun ən kiçik qiymətidir. Burada mənfi var, diqqətli olmaq lazımdır. Yəni, modul get-gedə artır. Ona görə də bu qiymət azalacaq. 9-dan aşağı düşəcək. Minimum sıfırdan böyük, maksimumda 9 ola bilər. Yəni, C variantı. Burada B variantı çaşıb götürərsən, amma heç vaxt olmaz. Burada plus olsaydı, hə olardı. Keçək 17-ci suala. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərindən 42 dərəcə kiçikdir. Birini alfa desəm, digər olar alfa çıx 42. Yəni, bunlar bir-birinə bərabər deyil deyə, cəmləri nəyə bərabərdir? 180-ə bərabərdir. 2 alfa minus 42 bərabərdir 180. 2 alfa bərabərdir 222. Alfa da bərabərdir 111. Deməli, böyük bucağımızın dərəcə ölçüsü olacaq 111 dərəcə. Ümumi həddi bu cür olan ardıcılığın 9-cu həddini soruşur. 9-cu həddi nə deməkdir? A9 tapmaq lazımdır. Yəni, harada en görürəmsə, aparıb yenə 9 qoymalıyam. 5 vur 9 plus 3. 3 çıx 2 vur 9. Yəni, 48 bölək mənfi 15. 3 ixtisar gedəndə mənfi 5, 16. 16 böl mənfi 5 D variantı. Keçək digər suala. Düz prizmanın oturacağı diagonalları 12 və 16 olan rombdur. Lap yaxşı. Deməli, çəkək. Düz prizmadır. Hündürlük oturacağa perpendikulyardır. Bura H deyək. Bizdən nə? Düz prizma oturacaq. Diagonalları 12 ilə 16-dır. Diagonallar da həmişə perpendikulyar olduğuna görə yarı bölünür. 6, 6, 8. 6, 8. Buradan çıxır ki, tərəf 10'dur. Tərəf 10'dur. H-ı da verib, H-ı verməyib, H-ı soruşu daha doğrusu. Yan səthin verib 320. Düz prizmanın neçə yanı var? 4 dənə yanı var. Deməli, hər yana 80 olacaq. 80 kvadrat sant olacaq. Onda 10 vur H böl 2 bərabər, yox, böl 2 yoxdur, üzr sayın. Bərabər 80 yazsam, H bərabərdir 8 olur. Məndə də H soruşur. Elə cavabımız 8 olacaq. Y variantı. Gələk 20-ci suala. Görək bu nədir? ABC və CD kongruent bərabər tərəfli üçbucaqlardır. O və O1 medianların kəsişmə nöqtəsi BO 4 kök altda üstdür. BO 4 kök altda üstdürsə, mən sırası buradan yazıram ki 4 kök 3. Burada 2 kök 3 olur. Niyə görə? Çünki medianlar təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünürlər. Hündürlük 6 kök 3-dürsə, həm median, həm hündürlük, həm tən bölən. Düstur və A kök 3 bölü 2 bərabər 6 kök 3-dürsə, A-mız 12-dir. Yəni, tərəf 12-dir. Üçbucağın tərəfi. Burada 6-dır, burada 6-dır. Və burada BOK deyək. BOK üçbucağı ilə BHC üçbucağı oxşardır. Və oxşarlıq əmsalları nədir? 2-nin 1-ədir. Yəni, bura 4 kök 3, bura 2 kök 3. Ümumi nədir? 6 kök 3-sə, mən nə edə bilərəm?
yaza bilərəm ki, 12 də bölünər. Onda bura 8 olar, burada 4 olar. Düzdür. Bu belə olsa əgər, oxşarlıqla yaza bilərik. Hə, indi nəyi tapaq? Buranı tapmaq lazımdır. Oranı tapsaq əgər, oranı da oxşarlıqdan yazaq da, elə x deyək. Yəni, x-in 6-ya nisbəti bərabərdir 8-in 12-yə nisbəti. X də buradan bərabərdir 4-ə. X-imiz 4-dür. Bura 4 yazıq. Sonra buranı bilirik biz onsuz da. Bura heç lazım deyil. Biz əsas bura lazımdır, oturacaqlar. Bir də bu ümumini də bilirik. 1, 2, 24. 4. Bura baxaq. 60, 60. Bunu uzatsam 30. Burada. Bu da bərabər tərəfli üçbucaqdır. Deməli, bunun da tərəfi 4'dür bura. Sonra burada yazsaq 6 eyni şeydir. Kongruentdir. Burada 4 olacaq. Yəni, yuxarı oturacaq 12, aşağı oturacaq 24. Bölə 2, 18. Orta xəttimiz 18 imiş. A variantı gözəl sualdır. Keçək növbətiyə. Hansılar kəsişən iki müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Burada kör, yəni 90-dan böyük ola bilməz. 90-dan böyük olan bucaqları götürürük. 1, 4, 5. B variantı. Məntiqlə də 2, 3 iti bucaqdır. O variant yoxdur B-yə. 1, 4, 5'i biz götürə bilərik rahatlığına. 22. Perimetr 24 olan düzgün alt bucağının daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Perimetr nədir? 6A 24-dürsə, A-mız 4-dür. A-mız 4-dür. Daxilinə çəkilmiş çevrənin radiusu da R bərabərdir. A kök 3 bölə 2-dir. Yəni 4 kök 3 bölə 2 eləyir 2 kök altda 3. B variantı. ABC üçbucağının B iti bucaq təpəsindən A, B, C. B'də medianı çəkilib. Aha, buranı yarı bölüb. AB nədir? 2-dir. B'si 2 kök altda 2-dir. CBD bura 30'dur. Bizdən nəyi soruşur? ABC-nin dərəcə ölçüsünü soruşur. Biz burada nə yaza bilərik? Gəlin sinuslar teoremi yazaq. Əvvəlcə BDC üçbucağında sinuslar teoremi. Bura alfa deyirəm. Onda bura nə olur? 180 minus alfa. Deməli, nə yazacağıq? 2 kök altda 2'nin sinus alfaya nisbəti bərabərdir x deyək. X'in sinus 30'a nisbəti. Bu belə. Sonra A, B, D üçbucağında yazaq. Sinuslar teoremi. 2'nin sinus 180 minus alfaya nisbəti bərabərdir x'in sinus nə deyək? Y deyək. Sinus y-ə nisbət. Bu ABD üçbucağıdır. BDC qarşı düşməsin. Hə. Biz yuxarıdan buradan x vur sinus alfanı tapa bilərik. 2 kök 2 vur 1 bölü 2 eləyir kök altda 2. Kök altda 2 isə gələk bunu həll edək. Sinus 180 minus alfa elə sinus alfa deməkdir. Nəyə görə? 180-də ad dəyişmir. İkinci rübdə sinus müsbətdir. Yəni 2 bölək sinus alfa bərabərdir x bölək sinus y. Yəni 2 vuraq sinus y bərabərdir x sinus alfadır. 2 vuraq sinus y bərabərdir kök altda 2. Sinus y bərabərdir kök 2 bölü 2. Y də bərabərdir 45, 135. X'i də ala bilər. Amma biz 135'i götürsək, bucaq B it olmayacaq. Ona görə 135 olmaz. Cavab 45'dir. Yəni, bucaq B də bərabərdir. 45 plus 30 eləyir 75. Cavab 75'dir. Keçək nəyə? 24-cü suala. Kosinus x bölək 1 minus sinus x bərabər 0 tənliyinin mənfi 2 pi, 4 pi parçasında neçə həlli var? Baxaq nəyə?
Kosinus x bərabər 0, sinus x fərqlidir 1. Buradan çıxır ki, x bərabərdir pi bölü 2 plus pi k. Gələk k-ya qiymətlər verək. K bərabər 1. K 0 verək hələ. K 0 olsa x bərabər pi bölü 2 olur. Ala bilməz. Çünki sinus x birdən fərqli olmalıdır. Sonra digərinə baxaq. K-ya əgər 1 versəm, x olar 3 pi bölü 2. Bunu da alar. K-ya mənfi 1 versəm, x olar mənfi pi bölü 2. Bunu da alar. Demək 2 dənə həlli varmış. Baxaq növbəti suala 25. Limit x yaxınlaşır pi bölü 8. Kosinus kvadratı 4x bölü 1 minus sinus 4x. Kosinus kvadrat 4x'in yerinə 1 minus sinus kvadratı 4x yazsam, aşağıda da limit yaddan çıxdı. Limit x yaxınlaşır pi bölü 8'ə. 1 minus sinus 4x. Yuxarını müxtəsər rumat üstünlüğünü açıram. 1 minus sinus 4x 1 plus sinus 4x bölək 1 minus sinus 4x. Eləyir nə? Limit x yaxınlaşır pi bölü 8'ə 1 plus sinus 4x. X'in yerinə pi bölü 8 qoysam 1 plus sinus 4 vur pi bölü 8 eləyir 1 plus 1 cavab 2. Keçək növbəti suala. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük və tənbəlin arasındakı bucaq 20-dir. Hündürlük və tənbəlin arasındakı bucaq iti bucaqların fərqinin yarısıdır. Yəni alfa minus beta bölü 2 20'dir. Buradan çıxır ki, alfa çıx beta 40'dır. Bir digər tərəfdən də bilirik ki, alfa plus beta 90'dır. Buradan 2 alfa bərabər 130, alfa da bərabər də 65. İti bucaq 65'dir. Cavab 65 dərəcə. Keçək növbətiyə. Deməli, alfa 0 pi bölü 2. Yerinə qoyaq da. 2, yəni ən kiçik qiymət 2, ən böyük qiymət 3 olacaq. Yəni 0 qoysam 0, üstə 2 eləyir 2, 1 də qoysam 3 eləyir. Deməli, nə olacaq? B, Y. Sonra 0 qoysam, kosinus alfaya 0 qoysam 1 eləyir, 1 çıx 1, 0. Ən kiçik qiymət D də bura gedir. Sinus alfa, kosinus alfa bunu kvadrata yüksəltməklə də tapmaq olar. Və yaxud da bucaq əlavə edib də tapmaq olar. Amma köməkçi düsturumuz var idi, onunla da tapmaq olar. Əmsallar 1 plus 1, 2, yəni 1'in kvadratı. Kökəltdə 2. Kökəltdə 2, bu aralıqda parçada qiymət alır da. Ən kiçik qiymət mənfi kökəltdə 2, ən böyük qiyməti müsbət kökəltdə 2. Burada da A gedir. Keçək situasiyaya. Yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşını ilə tikinti materialları gətirildi. A tipli maşının hər biri C tipli maşının hər birindən 2 ton az. Sonra ağ və göy boyalar 2/3 nisbətində qarışdırılır. Digər iki təpəsi hipotenüs üzərindən kvadrat formalı meydanda quruldu və bu sahənin qalan hissəsinə güllər əkildi. Deməli, nəyə baxaq? Birinci sualdan başlayaq baxmağa. 150 kiloqram qarışıq boya istifadə edildikdən sonra əlavə işlər görmək üçün daha 75 kiloqram yalnız ağ boyadan istifadə olunur. 150 kiloqram boyanın görə nə qədəsi ağ, nə qədəsi göydür. 2/3 nisbətində qarışdırıldığı üçün 2x, 3x eləyir 150. X də bərabərdir 30. Yəni ağ nə idi? Ağ olur 60, göy olur 90. Sonra deyir ki 75 kiloqram ağ boya da gətirilir. Plus 75 olur. Gəl boyanın obşu üzərinə gələk. Eləyir 225. Deməli, faizi tapmaq üçün 225 məxrəcə yazılır. Sürətə də nəyin faizini soruşur? Göyün. Göy nə idi? Elə 90 idi. Vuraq 100. 15'ə 15 dəfə, 15'ə 6 dəfə, 3'ə 2 dəfə, 3'ə 5 dəfə, 20 eləyir 40. Deməli 40% göymiş. Keçək növbətiyə. A tipli 3 və B tipli 2 maşın bir dəfəyə 21 ton. A tiplilərə gəl A deyək, yəni 3A plus 2B bərabər 21.
Sonra 2C üstə gələk 3D bərabərdir 32. Yuxarıda bizə şərt vermişdi ki, A bərabərdir C çıx 2, A bərabər C çıx 2, B də bərabərdir nəyə bərabərdir deməli? Delta maşın həbrini 3 tonas. D minus 3. Gətirib yerinə qoyaq. 3 vuraq C çıx 2, üstə gələ 2B bərabərdir 21. 2C plus 3D bərabərdir 32. 3C çıx 6 plus 2B bərabər 21. 2C plus 3D bərabər 32. Deməli, nə olur burada? 3C plus 2B bərabər 27 olur. 2C plus 3D də 32 olur. Gəlin buradan. B ola bilməz ya burada. B-ni yenə qoymamışam ki. D minus 3 qoymalıyam. 2D minus 6 12 üzərinə gələndə 33 olur. Bunları silək. Burada olacaq 33. 2D. Düzdür. Bunu da silək. Lazım deyil. Deməli, mənə nə lazımdır? C-ni tapmalıyam. Yuxarını 3'ə vuraq, aşağını 2'ə vuraq. 9C plus 6D bərabərdir 99. 4C plus 6D bərabərdir 64. 5C bərabərdir 35. C də bərabərdir 7. C 7 isə A da bərabərdir 7 minus 2, 5. Deməli, 5 ton edir. Cavab 5 ton. Keçək 30-cu suala. Hipotenuzun hər iki ucu oyun meydançasına 8 metr məsafədə olarsa. 8, 8, 8. Dəqiq, onda burada 8-dir, amma indidən yazmayaq da. Nəsə, bu belə. Sonra ümumi sayı necə? Deməli, oyun meydançası nə demişdi bizə? Kvadrat şəkilli. Deməli, kvadratdırsa, buralar 90, 90, 90. Alfa, alfa, beta, beta, alfa, beta. Buranı bilmirəm, x, 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 x deyək. Ya da gəlin A deyək. Başqa nəsə taparıq. A, A, A. İndi nəyə tətbiq eləyək? Oxşarlıq. A-nın nəyə nisbəti? Nədən istifadə eləyək deməli? Bu üsbucaqlar konqruentdir. Burada A-dırsa, burada da A-dır. Əslində 8, 8 özü verib 8-i burada. Gəlin oxşarlığı yazaq. Hansı üçbucaqlar oxşardır bizdə? Böyük üçbucaq, məsələn, bu balacaya oxşardır. Məsələn, betanın qarşısında nə durub? Betanın qarşısında durub 8. Böyükdə betanın qarşısında nə durub? Bu necə alfa alfa olub? Bura beta olmalıdır. Beta. Yəni, bucaqları səhv yazmışıq. Bucaqları düzəldək, düz verəcək cavabımız. Bura alfa deyirəm. Bura olur beta. Bura olur alfa. Bura olur beta. Bura olur alfa. Bura olur beta. A, 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 A. Bu belədirsə əgər. İndi yazaq. Bu kiçik üçbucaqlara baxaq. Alfanın qarşısına A durub. A-nın 8-ə nisbəti. Burada betanın qarşısına 8 durub. A-ya nisbəti. Buradan çıxır ki, A bərabər 8. A 8-dirsə, 8, 8. Deməli, bu bucaqların hərəsi 45 imiş. Yəni, alfa, beta hamısı 45 imiş.
45, 45, 45, 45. Bura olur 8 kök 2. Burada 8 ise olur 4 kök 2, 4 kök 2. Burada olur 8 kök hatta 2. Bizə nəyi soruşur? Güllər əkilmiş sahənin, güllər əkilmiş ümumi sahəni tap. Düzbucaqlı üçbucağın sahəsini tapaq əvvəlcə. Nə verəcək bizə? 12 kök 2 vur 12 kök 2 bölə 2 eləyir 144. Sonra o balaca kvadratın sahəsini çıxaq, tapaq. Eləyəcək 64. 144-dən də 64-ü çıxsaq 80. Bizə verəcək elə güllər əkilmiş sahəni verəcək. Yəni cavabımız 80 imiş. Belə suallar ümumiyyətlə yaxşı idi. Çox da çətin deyildi yəni. Amma hesablama tələb edən, vaxt aparan suallar var idi. Gələn videolarda görüşərik. Hələlik.